Süni intellekt texnologiyalarının sürətlə inkişafı ilə birlikdə yeni bir təhlükə meydana çıxıb qəbul edirəm ki, yeni süni intellekt vasitəsilə hazırlanmış saxta video, foto və audio materiallar. Təbii ki, dövlət və qanunvericilik bu risklərə reaksiya verməlidir. Lakin belə həssas məsələləri tənzimləyərkən çox incə bir balans qorunmalıdır. Bir tərəfdən insanların hüquqları müdafiə olunmalıdır, digər tərəfdən isə texnologiyanın inkişafı, media fəaliyyəti və yaradıcılıq azadlığı məhdudlaşdırılmamalıdır. Hesab edirəm ki, təqdim olunan mətnin hazırki məntiqində müəyyən risklər var. Əgər norma daha dəqiq ifadə olunmasa, süni intellektdən istifadə edən jurnalistlər, media qurumları, blogerlər və sosial şəbəkə istifadəçiləri də cinayət məsuliyyəti ilə üz-üzə qala bilər. Bu səbəbdən qanun həm şəxsi hüquqları qoruyan, həm də media və yaradıcılıq azadlığını boğmayan bir formada hazırlanmalıdır. Əvvəla, qanunda zərərli məqsəd anlayışı açıq şəkildə göstərilməyib. Sadəcə süni intellekt vasitəsilə hazırlanmış materialın yayılması avtomatik olaraq cinayət məsuliyyəti yaratmamalıdır. Məsuliyyət yalnız o halda tətbiq edilməlidir ki, həmin material aldatma, böhtan, şəxsi həyatın pozulması, şantaj, reputasiyanın qəsdən zədələnməsi və ictimai çaşqınlıq yaratmaq məqsədi ilə hazırlanıb yayılsın. Əks halda satira, parodiya, analitik videolar, media vizuallaşdırmaları və tədris materialları da bu qanunun təsiri altına düşə bilər ki, bu da düzgün yanaşma olmaz. İkinci mühüm məsələ süni intellektlə hazırlanmış kontentin etiketləşdirilməsi ilə bağlıdır. Bir çox ölkələrdə bu sahədə qadağa deyil, şəffaflıq prinsipi tətbiq olunub. Yəni, süni intellekt vasitəsilə hazırlanmış və real hadisəni əks etdirməyən material yayıldıqda onun üzərində və ya təsvirində süni intellektlə yaradılmışdır qeydinin göstərilməsi kifayət hesab edilib. Bu yanaşma həm auditoriyanı məlumatlandırır, həm də kontent istehsalını və yaradıcılığı məhdudlaşdırmır. Digər tərəfdən qanunda satira və incəsənət üçün hüquqi istisna mexanizmi də nəzərdə tutulmalıdır. Satirik və parodiya xarakterli materiallar, kino, animasiya və digər yaradıcı layihələr demokratik cəmiyyətlərdə fikir azadlığının vacib elementidir. Əgər bu istisna qanunda aydın şəkildə göstərilməzsə, sabah komediya videoları, siyasi satira və hətta internet memləri belə hüquqi mübahisə predmetinə çevrilə bilər. Eyni zamanda media qurumlarının fəaliyyəti üçün də hüquqi aydınlıq yaradılmalıdır. Redaksiya və jurnalist fəaliyyəti çərçivəsində süni intellektdən istifadə edilərək hazırlanmış vizual materiallar informativ və izahlı xarakter daşıyırsa və manipulyasiya məqsədi güdümürsə, bu fəaliyyət məsuliyyət doğurmamalıdır. Bu xüsusilə televiziya, xəbər portalları və sənədli filmlər üçün vacibdir. Qanun layihəsində diqqət yetirilməli digər məsələ isə razılıq olmadan istifadə hallarıdır. Hesab edirəm ki, cinayət məsuliyyəti yalnız konkret hallarda tətbiq edilməlidir. Əgər material şəxsin reputasiyasına zərər vurursa, təhqir edici və ya pornoqrafik xarakter daşıyırsa, yaxud siyasi manipulyasiya və ya dələduzluq məqsədi güdürsə, amma xəbər süjetləri üçün illüstrativ materiallar, analitik videolar, tədris kontenti və satirik materiallar bu kateqoriyaya daxil edilməməlidir. Sosial şəbəkə istifadəçiləri ilə bağlı bir daha balanslı mexanizm tətbiq etmək mümkündür. Birbaşa cinayət məsuliyyəti əvəzinə iki mərhələli yanaşma tətbiq oluna bilər. Əvvəlcə platforma və ya istifadəçiyə materialın silinməsi barədə bildiriş verilsin. Yalnız bu tələbin yerinə yetirilmədiyi hallarda məsuliyyət nəzərdə tutulsun. Bu model Avropanın bir çox ölkəsində tətbiq olunur və daha balanslı hesab edilir. Nəhayət, qanunda prinsip olaraq bir məsələ də aydın göstərilməlidir. Süni intellekt texnologiyalarının media, elm, təhsil və yaradıcılıq sahələrində istifadəsi təşviq olunur və yalnız hüquq pozuntusu məqsədi daşıyan hallarda məhdudlaşdırılır. Hörmətli həmkarlar, biz burada texnologiyanın özünə qarşı mübarizə aparmırıq. Biz texnologiyadan sui-istifadənin qarşısını almağa çalışırıq. Ona görə də qəbul etdiyimiz qanun həm insanların hüquqlarını qorumalı, həm də innovasiyanın və texnoloji inkişafın qarşısını almamalıdır. Başqa sözlə desək, problem süni intellektin özü deyil. Problemi yaradan onun sui-istifadəçiləridir və qanun da məhz bu sui-istifadəni hədəfləməlidir. Təşəkkür edirəm, xanım sədr.